Dövlət çevrilişinə cəhd edən və hakimiyyəti zorla ələ keçirmək istəyən bu cinayətkar qüvvələr öz çirkli əməlləri ilə dövlətimizin qurucusu, bütün həyatını xalqının rifahına və dövlət müstəqilliyimizin sarsılmazlığına xidmət edən Heydər Əliyevə, Azərbaycan xalqını dünyada qalib xalq kimi tanıdan və beynəlxalq aləmdə dövlətimizə böyük imic qazandıran İlham Əliyevə və azadlığımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçmiş əziz şəhidlərimizin ruhuna qarşı ən ağır xəyanətdir. Sözsüz ki, Azərbaycan xalqı və gələcək nəsillər bu xəyanəti heç vaxt bağışlamayacaqdır. Və əlbəttə ki, kimliyindən və tutduğu mövqedən asılı olmayaraq dövlətçiliyimizə, dövlət başçısına, möhtərəm prezidentimizə qarşı xəyanət edən hər kəs, eləcə də Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında mütləq cavab verəcəkdir. Azərbaycan xalqı və ictimaiyyəti öz dövlətinə, prezidentinə, liderinə inanır, güvənir və hər zaman onun ətrafında sarsılmaz birlik nümayiş etdirir.